Ümumiyyətlə mən tez-tez ət xoşlamıram, amma olur. 10 gündən bir belə alıram ət. Ümumən belə qiymətlərdə razı deyil. Razı deyiləm. Qiymətlər çox bahadır. Alınan maaşa, pensiyaya uyğun deyil. Hər gün ət yeyirəm. Tez istəyirsiniz. Hə. Bəs qiymətlər sizi qane eləyir? Qiymətlərdən yox, rayondan gəlir ət bizə çünki. Evdəkilər göndərir, ona görə heç bilmirəm neçə manatdır açığı. Yox, evdə bizdə çox ət yeyən deyilik də, yəni ümumiyyətlə balıq və toyuğa daha çox üstünlük veririk. Balıq əsas bizdə çox olur. Balığın qiyməti bahadır məsələn, ondan danışa bilərəm sizə. Amma belə ətin yox, heç şikayət edən və ya danışan eşitməmişəm. Şumal dönüm bir yağ yemişəm. Tez deyirsinizmi? Yox, oğlum ət yemədiyinə görə mən də az yeyirəm. Bəs belə qiymətlər sizi qane eləyir? Xeyr, qiymətlər qane eləmir. Çox bahadır. Həmişə alırdım 18 manata deyəsən, indi 22 manatadır yumşaq ətin. Yox, qane eləmir balam mənə. Bəs siz necə xalacaq? Mən də elə o kimi. Qiymətlərdən razısınız? Yox, xeyr. Yeməkdən heç razı deyirik. Ona görə ki, bu yaşayışdır.